Balaca Bəhmanı Kəlbəcərdən Gəncəyə bir toya qonaq çağırırlar. Bəhman 3-4 nəfər yaxşı yoldaşlarla gəlir Şeyx Nizaminin qəbrinin yanında maşına eləyir. Nizaminin qəbrini hərlənirlər. Qabaqda belə bir söz yazır ki, nənəm məhsəsinin öptüm əlindən, şadlıqdan gözlərim doldu Gəncədə. Pürani qəhrəman Nizami baba, qolunu boynuma saldı Gəncədə. Yola salıb əsrləri, illəri, o yurdumun obaları, elləri. Dilə gəldi incə sazın telləri, kərəmdir kərəmi çaldı Gəncədə. Qoy qaydım o dağlara qadası, yada düşdü dəli dağın lalası. Deməylən ki, Kəlbəcərli balası, bir ötərgi qonaq qaldı Gəncədə. Toy mağarının qapısından içəri daxil olurlar. Bəhman belə baxır, görür ki, bizim yaxşı aşıqlardan 2 nəfəri qabaq-qabağa yanıq kərəmi çalıb oxuyur. Bəhman keçir bir tərəfdə oturur, keçmişi gözünün qabağına gətirir. Ziyadxan Gəncədən, Kərəm Gəncədən, hal-hazırda aşıqlar da Gəncədə kərəm havası çalıb oxuyur. O götürür bu sözü yazır ki, yana-yana çaldın yanıq kərəmi, ağrın alım onu bizdə çalaşı. Elə bildin təzə kötür Ziyadxan, niyə saldın ürəyimə xalaşı? Bu nalənin ahı nədir ününə, nələr gəldi gözlərimin önünə, mən də düşdüm Xan Kərəmin gününə, əsli saldı ürəyimdən yol aşı. Axşam sabah şeh düşəli boynuna, buz bulaqlı göy meşəli boynuna, o dağların bən ölçəli boynuna, Bəhman gedir, sən salamat qalasın. Sağ olun, xoşbaxt olun.